Peyğəmbərlərlə sizin və mənim aramda olan tək fərq o 100% inanır, biz 1% inanırıq. Acı reallıq budur. Əgər sən də 100% inansan, mən də 100% inansam, biz də peyğəmbərlərlə eyni güclü olacağıq. Nəsimi Peyğəmbərlərin gücü onda deyildi axı. Əsas o şey yəni- eləməkdə. Peyğəmbərlərin gücü mən belə başa düşdüm ha. Peyğəmbərlər gələndə belə müəllimlər olub da, müəllim dedik. Onlar gələndə müəyyən bir elmi vermək üçün gəliblər. Yəni məqsədləri olub. Olmayıb ki, məsəl üçün bizə nə isə başa şey eləsinlər. Yəni fərqlilik yaşatsınlar, ya nə etsinlər. Çünki siz təsəvvür edirsiniz həmin vaxtdakı insanlar hansı səviyyədə olublar da, yəni cahillik səviyyəsində səviyyədə olubdu. Siz təsəvvür edirsiniz həmin vaxtda onların yaşamağı belə şey idi, yəni möcüzə idi. Nəsimi də həmin şeyə ümumiyyətlə düşübdü. Nəsimi də həmin momentlərin birinə düşüb ki, o gəlir və öz fikirlərini bildirməyə çalışır. Fikirlərini bildirməyə. Amma onun dərisini soyurlar. aydındır. Yəni hətta onu qəbul eləmirlər.